10 oktyabr 2025-ci il tarixində APA-TV-nin efirində Qaradağ rayonu Lökbatan qəsəbəsində tikilən Jasmin Park qobu layihəsindən sakinlərin şikayətləri ilə bağlı süjet yayılıb. Süjetdə media haqqında qanunun tələblərinə uyğun olaraq həm şikayətçilərin, həm Jasmin Park qobu layihəsini həyata keçirən şirkətin rəhbəri İsfəndiyar Axundovun, həm də hüquqşünasın mövqeyinə yer verilib. Süjet APA-TV-nin efirində və sosial şəbəkələrdə yayılandan sonra APA-TV İsfəndiyar Axundovun özü və əməkdaşları tərəfindən şantaja məruz qalıb. O, süjeti hazırlayan APA-TV əməkdaşına zəng edərək hədə-qorxu gəlib. Daha sonra isə əməkdaşları APA-TV rəhbərliyini əlində rüşvət verməsi və ondan rüşvət tələb olunması faktına dair video görüntülər olması ilə təhdid edib. Məsələni aydınlaşdırmaq üçün APA Media Qrupun Hüquq Departamentinin rəhbəri Şərur MTK-nın ofisində İsfəndiyar Axundov və əməkdaşları ilə görüşüb. Şərur MTK-nın rəhbərliyinin APA-TV əməkdaşlarının onlardan rüşvət istəməsi barədə iddia səsləndirsələr də bunu isbat edə bilməyiblər. Məlum olub ki, İsfəndiyar Axundov öz xidmət otağında gizli kamera quraşdıraraq görüşlərini çəkib. Şirkətimizin əməkdaşına İsfəndiyar Axundov tərəfindən təqdim olunan görüntülərdən, WhatsApp yazışmalarından və izahatlardan məlum olub ki, İsfəndiyar Axundov APA-TV ilə şirkət arasında gələcəkdə əməkdaşlıq, reklam və PR işlərinin görülməsini arzu edib. Bunun üçün əməkdaşı 200 manat avansda təqdim edib. Lakin müxbir elə ordaca bu barədə APA-TV rəhbərliyinə məlumat verib. Müxbirə dərhal pulun geri qaytarılması tapşırılıb. Bu məsələlərlə şirkətin reklam və marketinq departamentinin məşğul olduğu xatırladılıb. Bildirilib ki, əgər Şərur MTK-nın APA-TV-də reklamlarının yayılması fikri varsa, gələcəkdə şirkətin reklam departamenti ilə danışa bilər. APA-TV rəhbərliyi dərhal müsahibənin alınaraq ofisin tərk edilməsi barədə əməkdaşlara təlimat verib. APA-TV əməkdaşı isə pulu geri qaytarıb və Şərur MTK ofisini tərk edib. APA-TV-nin əməkdaşı media qurumunun daxili etik kodeksini pozduğu, səlahiyyətinə aid olmayan danışıq apardığı üçün cəzalandırılıb. Eyni zamanda əməkdaşdan süjetin bütün tərəflərin mövqeyinə paritet qaydada əməl olunaraq hazırlanıb təhvil verilməsi tələb olunub. Süjet hazırlanıb və dünən APA-TV-nin efirində sosial şəbəkələrdə yayılıb. Bundan sonra isə İsfəndiyar Axundovun özü və əməkdaşları süjetin silinməsi, təksib verilməsi və sair tələblərlə APA-TV-yə qarşı şantaj və təhdidlərə başlayıb. Video görüntüləri yayacağını bildiriblər. APA-TV mövcud faktları bu video süjetlə birlikdə Daxili İşlər Nazirliyinə təqdim etməyi təmin edəcək. APA-TV İsfəndiyar Axundovun və əməkdaşlarının yaymaqla şantaj etdiyi video görüntüləri bu süjetdə özü təqdim etdi. Bir daha bu cür şantaj metodundan istifadə edənlərə bildirmək istəyirik ki, bu cür ucuz metodlar bizim şirkət üçün keçərli deyil. Şərurlu İsfəndiyarların nəzərinə çatdırırıq ki, APA-TV əməkdaşlarına işə qəbul zamanı hər hansı rüşvət tələbi ilə bağlı siqnal olduğu halda, bunun araşdırılması üçün hüquq mühafizə orqanlarına müraciət olunacağı bildirilir. Televiziyamız vətəndaş şikayətlərini, o cümlədən Şərur MTK ilə bağlı da şikayətləri işıqlandırmağa davam edəcək. Jasmin Park qobu layihəsindən olan şikayətlərlə bağlı hazırlanmış süjeti isə təkrar təqdim edirik. Lökbatan qəsəbəsində inşa edilən Jasmin Park qobu yaşayış kompleksi ilə bağlı narazılıqlar son günlərdə daha da böyüyüb. Belə ki, layihəni həyata keçirən Şərur MTK bir neçə il əvvəl vətəndaşlara ilkin ödənişsiz mənzil sahibi olmaq imkanı vəd etmişdi. Məlumata görə mənzillər 2026-cı ildə təhvil verilməli idi. Minlərlə insan bu təklifə inanaraq şirkətlə müqavilə bağlayıb. İndi həmin alıcılar nə mənzillərini ala bilirlər, nə də bu barədə dəqiq məlumat. Tikinti isə demək olar ki, dayanıb. Bundan başqa şikayətçilər bildirir ki, əvvəllər onlara mənzillərin təmirli şəkildə veriləcəyi bildirilsə də, indi şirkət başqa söz deyir. Bizə alanlar demişdilər ki, bu evi sizə 24 aya təhvil verəcəyik. Biz də ümidlə, sevinclərlə almışdıq ki, yəni kirayədə qalan insanlarıq da. Bu ev bizə təhvil veriləcək. Yəni bu dəqiqədə, bu gündə siz yazsaz məsəl üçün onların o adreslərinə deyəcəklər ki, hə 24 aya təhvil veririk. Amma biz bu gün baxırıq ki, ortada heç nə yoxdur. O gün biz girmiş yanında bizə qayıdıb deyir ki, hə bundan sonra gedin, bəlkə 4-5 il sonra bəlkə mən sizə evi bəlkə özdə. Müqavilədə təmirli söz var, amma bizə deyirlər ki, təmirli verilsə şükür eləyin. Halbuki müqavilədə hamısı bu yazılıb da. Vaxtında ödənişlərimizi eləmişik. Bugünkü gündə bizə deyilən sözlərə görə evi alanda biz təmirli almışıq. Bizə təmirli vəd vermişdilər. 24-30 ay ərzində təmirli ev verilməli idi. Bugünkü gündə amma bizə deyilən söz fərqlidir. Təmirsiz ev vəd verilir və ödənişin 50%-ını ödədikdən sonra
biz evimizi təmirli ala bilərik. Müqavilədə də göstərilib ki, 2 il, 2 il yarıma bu ev sizə təhvil veriləcək. Və biz də şərtlərə baxmışıq ki, bizə uyğundur da bu iş. Biz kirayədə yaşayan insanlarıq. Buradakı insanların 80%, bəlkə də 90% kirayədə yaşayan insanlardır. Əlinə deyək ki, mən bunu müqavilədə bir şey yoxdur, mən bunu sözdə demişəm. 2 il, 2 il yarıma. Bəlkə bunu mən 5 ilə də verərəm, 4 ilə də verərəm və yaxud 50%-ni ödəyin. Mən sizə remontlu verim. Əgər mən bunu 50%-ni ödəmək imkanım var idisə, mən gedib şəhərdən ev alardım. Şəhərə yaxın bir yerdən ev alardım. Düzdür qardaş? İndi qalmışıq belə bir çətin vəziyyətdə. Qobu 2 layihəsindən götürmüşəm 2 otaq və mən alınanda deyirdi ki, ekonom təmir. Amma bu günləri o elan verir ki, mən bütün evləri təmirsiz verəcəm. Siz Şərur MTK ilə əlaqə saxladığınız zaman sizə nə deyirlər? Hər kəs bir söz deyir. Bax, müəyyən hissə deyir ki, bir otaqlara aiddir, müəyyən hissə deyir ki, ümumiyyətlə bu hamıya aiddir. Hər kəs bir sözdür. Yəni bir söz deyən yoxdur. Alıcıların sözlərinə görə Şərur MTK-nın adı illərdir oxşar gecikmələr, yarımçıq layihələr və verdikləri vədi yerinə yetirməməyi ilə gündəmdə olub. Şirkət hər dəfə yeni adı altında yaşayış kompleksi təqdim edir, reklam kampaniyalarında parlaq vədlər verir, lakin nəticədə eyni ssenari təkrarlanır. Tikinti ləngiyir, alıcılar narazı qalır, rəhbərlik isə gecikməni müxtəlif səbəblərlə əsaslandırır. Zərər çəkənlərin çəkdikləri videolar və fotoşəkillər də bu narazılığı təsdiqləyir. Görüntülərdən aydın olur ki, Jasmin Park layihəsində tikinti demək olar ki, dayanıb. Buna baxmayaraq, Şərur MTK hələ də eyni layihəni aktiv satışda başlığı ilə təqdim edir, rəsmi səhifələrində 2026-cı ildə təhvil veriləcək şüarlarını paylaşmaqda davam edir. İddialarla bağlı yollandıq Şərur MTK-nın ofisinə. Şirkətin rəhbəri İsfəndiyar Axundov məsələ ilə bağlı açıqlama verərək bildirdi ki, Jasmin Park layihəsində yaranan narazılıqlarla bağlı şirkət müqavilədə nəzərdə tutulan bütün öhdəlikləri yerinə yetirəcək, lakin proses mərhələli şəkildə həyata keçiriləcək. Ən azı cəmiyyətə təmirli evin təmirinə başlayacaq bu adamların evinə ki, mənzilin dəyərinin 30%-ni ödəsin. Ki, mən onun təmirini başlayayım. Yoxsa mən 5.000 manat pul verib, ona təmirli ev verib, 5 ildən sonra yaşasın, aylarla məhkəmə pulu da mən çıxdı. Bu mənim üçün problem olar. Mən müqavilədə göstərmişəm 15 ilə verəcəm, 15 ilə pul ödəyəcəklər. Yəni ona görə özümü sığortalamışam. O vaxtı qoymamışam, o imkanları ora nəzərə alaraq onu yazmışam. Onlar hamısı nəzərə alınıb ki, yazılıb da. 15 ilə verəcəksiniz, yoxsa 15 illik ipoteka ilə aylıq ödəyəcəksiniz? Elə ikisi də bir yerdədir. Mən 15 istəsəm 15 ilə veririm sizə. Çünki müqavilədə göstərməm. Amma mən çalışacağam ki, bunlara təxminən 3 illə binanın karkasını tikəcəm, 3 ildən sonra kimlər ki 30-35%-ni ödəyib başlayacaq onun təmirinə, o da yaqin ki, təmirdə 1-2 il çəkəcək. 7 ilə, 8 ilə tam girib yaşaya bilərlər. Amma onların 2 il, 6 aya girib yaşamalı xəyaldır. Bəs o paylaşımları edənlər var. Onlar sizin əməkdaşlarınızdır? Yox, onların elə özləridir. Burada gəlib burada bir neçə adam da demirəm, kətdən gəliblər. Tikinti texnologiyasının xəbərləri yoxdur. Elə düşünürlər ki, 2 il 6 aya 22 dənə binanı tikib təhvil vermir. O mümkün deyil. Azərbaycanda bir dənə nümunə varsa göstərin mənə. Cəmiyyətə verdiyimiz sözün arxasındayıq. Müqavilədən nə yazılıbsa, nöqtə və vergülünə qədər mən Şərur İnşaatı müdürü cavab verir. Heç bir dəyişiklik olmayacaq. Cəmiyyət 30-40% pul ödəyəndən sonra təmirlərinə başlayacağam. Əgər kim ödəyə bilmirsə, kimin şübhəsi varsa, qapım açıqdır, gəlib böyün pulunu götürə bilər. Şirkət rəhbərinin verdiyimiz sözün arxasındayıq deməsi gözəl səslənsə də, insanlar artıq bənzər ifadələri dəfələrlə eşidib. Bu səbəbdən bu cür bəyanatlar şikayətçilərə məsuliyyəti üzərindən atmaq, vəziyyəti yumşaltmaq cəhdi kimi görünür. Məsələ ilə bağlı hüquqşünas Şamil Paşayev vurğuladı ki, bu kimi hallarda vətəndaşlar müqavilə öhdəliklərinə əsaslanaraq məhkəməyə müraciət etməli, gecikmə və mənzilə girişlə bağlı hüquqlarını tələb etməlidirlər. Ümumiyyətlə nəzərə almaq lazımdır ki, qeyd olunan şirkətlə bağlı bu dəfələrlə sosial şəbəkələrdə bu kimi hallar müşahidə olunub. Eyni zamanda müqavilədə də müqavilənin ruhuna, hüququn təməl prinsiplərinə zidd olan müddiaların yazılması qeyd olunur. Vətəndaş bununla bağlı aidiyyəti qaydada məhkəməyə müraciət eləyə bilər. Qeyd olunan xüsusiyyətlərin müqavilədə yazılması, müqavilədə qeyd olunan məsələlərin həll edilməsi normaldır, hüquqa uyğundur, amma müqavilə də gərək hüququn təməl prinsiplərinə zidd olmasın. Və eyni zamanda reklamlar insanları aldatmalı deyil. Bilə-bilə yalan reklam etmək qanunverici olaraq məsuliyyət daşıyır. Nəticə etibarilə Jasmin Park layihəsində yaranan gecikmələr, alıcıların narazılığı və sosial mediada yayılan şikayətlər Şərur MTK-nın etibarlılığı və müqavilə öhdəliklərinə sadiqliyi ilə bağlı bir daha ciddi suallar doğurur. İman İmanlı, Orxan Balayev, Əskər İbrahimli, APA TV.